Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinin izahını verəcəm. Deməli, bu əsərin izahını birinci hissə olaraq artıq YouTube kanalına yerləşdirmişəm. İndi isə ikinci hissənin izahını verəcəm. Bunu isə bizə DİM əlavə olaraq veribdir. Yəni mütləq şəkildə bu hissəni də oxumalısınız. İkinci pərdə ilə başlayır 9-cu və 10-cu şəkillərin qısa məzmunu. Xurşudbanudan ayrılan Knyaz Xasay onunla gizlicə görüşür. Axı biz demişdik, Knyaz Xasayın əmsi gəlir. Əmsi deyir, bəs Dağıstanda bir başpapaqlı sən idin. Sən də buranı atdın, getdin. Knyaz Xasay da gəlir Xurşudbanuya deyir ki, gəl mənimlə gedək. Amma Xurşudbanu bununla razılaşmır. Gəlmir, deyir, yəni mən öz dövlətimi necə ata bilərəm? Buna görə də Knyaz Xasay gedir, Xurşudbanu da Qarabağda qalır, Şuşada qalır. Knyaz Xasay getdikdən sonra, yəni ürəyi dözmürdü də, bunun həmçinin övladları da buradaydı. Gizlicə başlayır Xurşudbanu Natəvanla görüşməyə. Nikahlarını təzələməyi, birlikdə xaricə getməyi xahiş edir. Baxın, artıq sanki burada biz Knyaz Xasayın peşmanlığını görürük. Xaricə gedək deyir. Xurşudbanu vətəni atmayacağını yenə də söyləyir. Yəni biz hətta burada deyə bilərik ki, o onun xaricə getməyi ikinci dəfə təklif eləmişdi. Amma yenə də Xurşudbanu bununla razılaşmır. Xurşudbanu vətəni atmayacağını deyir. Onlar həmişəlik ayrılırlar. Xurşudbanu iftiradan yaxa qurtarmaq üçün Hidayət xanın təhdidlərinə baxmayaraq Seyid Hüseynə ərə getməyə qərar alır. Deməli uşaqlar, biz bundan əvvəlki hissədə demişdik ki, ona bir çox iftiralar atılırdı da, bir boşanmış qadındır, arxası da çox insanlar danışırdı və bu da bu cür dedikodulardan yığışdırmaq üçün artıq Mirzə Ruhullah ona məsləhət görmüşdü ki, evlən. Amma Mirzə Ruhullah deməmişdi sən kiminlə evlənməlisən. Seyid Hüseynlə evlənməyi Xurşudbanının özü istəyir. Amma Seyid Hüseyn bilirik də kasıb biri idi, hətta qaçqın idi, fədai olmuşdu, İrandan qaçmışdı və bunun əmisi oğlu Hidayət xan Xurşudbanu eşidəndə ki, Seyid Hüseynlə evlənəcək, başladı ona təhdid eləmək ki, mən icazə vermərəm ki, sən onunla evlənəsən. Amma buna baxmayaraq Xurşudbanu yenə də Seyid Hüseynlə evlənməyi qərar alır. Hidayət xan Seyid Hüseyni öldürtmək istəyir. Xurşudbanu isə bundan xəbərdar olur və onu xilas edir. Uşaqlar, ikinci şəklin qısa məzmunu haqqında bu qədər çalışdım ki, sizə geniş şəkildə danışım. 11-ci şəkil. Şahzadənin malikanəsi. Şahzadə kim idi? Baxın, mən birinci hissəni sizə danışanda demişdim ki, Şahzadə Xurşudbanu ilə görüşə gəlmişdi və başlayırlar orada İranda yazan yazıçılardan, şairlərdən danışmağa. Daha sonra Şahzadə orada deyir ki, İranda böyük hökmdarlar olub. Nadir Şahın, Şah İsmayıl Xətayinin adını başlayır çəkməyə. Daha sonra Şahzadə öz vəziri Məliküdövləni Xurşudbanının yanına göndərir ki, bəs denə ki, Şahzadə səninlə evlənmək istəyirdi. Şahzadə burada mənfi surət kimi canlandırılmışdı. Şahzadənin evlənməsində məqsəd nə idi? Təbii ki də İranın Şimali və Cənubi Azərbaycanı birləşdirmək, Azərbaycan xalqını farslaşdırmaq idi. Xurşudbanu da bunların niyyətini çox yaxşı başa düşürdü deyə evlənməmişdi. Baxın, bu ikinci hissədə, yəni Dimin bizə verdiyi əlavə hissədə daha geniş şəkildə verilib ki, Şahzadənin malikanəsi artıq burada İran mülkündən danışır. Şahzadə və Məliküdövlə, bilirik də Məliküdövlə satqın biri idi, satqın obrazı idi və Xurşudbanuya elçi getmişdi. Şahzadənin qabağında alçaq stolun üstündə şərab küzəsi və mənzərə görünür. Şahzadə, siz bu xan qızı Xurşudbanının əməlinə baxın. Böyük İran səltənətinin vəliyyətini rədd eləyib. Yəni deyir, mən onu evlənmə təklif elədim. Halbuki o məni nə etdi? Rədd elədi. Cənubi Azərbaycandan qaçmış bir gədəyə ərə gedir. Gədə dedikdə kimi nəzərdə tutur? Kimi? Bəli, Seyid Hüseyni nəzərdə tutur. Xeyrin şərini başa düşən deyil. Sənin bu Azərbaycan millətin, Məliküdövlə. Və burada bunun dilindən eşidirik ki, Azərbaycan milləti burada bir növ kinayə ilə Məliküdövləyə işarə eləyir. Məliküdövlə, siz məni rəncidə xatir eləyirsiniz qurban. Baxın, Azərbaycan millətin, sənin millətin Azərbaycan xalqıdır deməklə Məliküdövlə onu rəncidə kimi görürdü ki, məni niyə Azərbaycanlı sayırsınız? Məgər məndə Azərbaycanlıqdan bir əlamət qalmışdır. Lakin bir həqiqət var ki, İran taxtında mənim yolum Cənubi Azərbaycandadır. Cənubi Azərbaycanlılar İran şahının siyasətindən bərk incikdirlər. Biz bundan nə qədri qüvvə istifadə etməliyik. Düşündüm ki, İbrahim xanın nəvəsi Xurşudbanu ilə evlənmək məni Azərbaycanlılarla qohum edər.
Onlar da ailə qohumluğa binaən mənim vədlərimə inanıb taxta sahib olmağıma kömək edərlər. Baxın, burdan artıq onun niyyətini bilirik, öz dili ilə özünü ifşa eləyir. Deyir, yəni mən Cənubdakı olan deyir Azərbaycanlılar mənə nifrət eləyir. Mən onların öz qızları ilə evlənəndən sonra onlar da mənə kömək eləyəcəkdilər ki, mən taxta çıxım. Özləri də vuruşmağı bacaran cəsur millətdir. Məlik Dövlət. Onlar ruslar üstün tuturlar, qurban. Məlik Dövlət də deyir ki, yəni onlar səni yox, rusları üstün tutur. Bəs dini İslam, yəni İslam dini, bəs nə oldu? Məgər onlar bunu düşünmürlərmi? Xeyr, qurban, düşünmürlər. Xurşudbani cavanları dəstə-dəstə Rusiyaya təhsil almağa göndərir. Şahzadə, nəs gətirmə baba, siyasət, əzm və hərəkət tələb edir. Günün sabah sən Xurşudbaniyə mənim adımdan qiymətli bir hədiyyə apararsan. Qoy elə güman etməsin ki, mənimlə izdivaca razı olmadığım üçün ondan incimişəm. Baxın, Şahzadə yenə də bir siyasət işlədir. Burada siyasət deyir. Deyim, mənim adımdan ona yenə qiymətli hədiyyə apar. Deməsin ki, mən ona ərə getmədim, o da məndən incidir. Bəs görmədinizmi o məni necə bir hörmətliklə qovdu? Orada deyir axı, qab dibi yalayan cəllat falan deyirdi. Xurşudbani Məliki Dövləyə onu deyir. Eybi nadət. Baba, siyasət tələb edir. Yəni siyasət lazımdır. Bu üzünə tüpürürlər, o bir üzünü çevir. Sonra Təbrizə, Əhrə, Cənubi Azərbaycanla başqa şəhərlərinə gizli adamlar göndərib, onlara vəd edilməlidir ki, əgər mənə kömək eləsələr, taxtaca sahib olan kimi onlara məşrutə verərəm. Deyir ki, yəni mən özümə ətraf toplamalıyam da, bir növ Xurşudbani alınmadı. Daha sonra mən deyir Təbrizə, Əhrəyə, Cənubi Azərbaycana adam göndərəcəyəm ki, məni taxta çıxarmağa kömək eləsələrdi, mən onlara məşrutə verərəm. Məşrutə onlar buna inanacaqlar ki, nəs gətirmə baba, inandırmaq lazımdır. Beçeşim qurban. Məgər şeytanın belə əqlinə gəlməyən hiylələrlə məlum qardaşımı İran taxtına çıxaran sən olmadınmı? Deyir, yəni səndə də hiyləgərlik vardır. Deyir, şeytan belə heç ağlına gətirmədiyi hiylələri məlum qardaşımı, yəni qardaşımı İran taxtına çıxaran deyir sən olmadınmı? Məlik Dövlət deyir ki, amma bunun müqabilində o taxta əyləşən kimi mənim boynumu vurdurmaq istədi. Deyir, yəni mən sənin qardaşımı taxta çıxardımsa belə o bunu qanmadı da, mənim boynumu vurdurmaq istədi. Bilirsən ki, anamız məni gizlincə xəbərdar etməsəydi, o xain qardaş mənim də gözlərimi çıxardacaqdı. Şübhələrimiz ki, mənim taxt tacda gözüm var. Eybi, nə dərd? Mən İran taxtına çıxan kimi səni vəzir əzm eləyəcəyəm. Bəli, vəziri əzm. Baxın uşaqlar, bu hissəni yadda saxlayaq. Biz artıq Şahzadənin dilindən eşidirik ki, onun qardaşı əvvəlcə taxta olubdu. Yəqin ki, buradan da nəticə gələ bilər ki, o qardaşını öldürübdü. Deməli, birinci Məlik Dövlət onun taxta çıxmasına kömək eləmişdi. Taxta çıxdıqdan sonra qardaşı onun boynunu vurdurmaq istəyir. Şahzadənin də anası xəbərdar eləyir ki, bax burada deyir, anam dedi ki, bəs o sən gözlərini çıxardacaq. Mən deyir, ondan xəbərdar oldum. Deyir, əgər mən taxta çıxsam Şahzadə, səni vəzir eləyəcəm də özümə. Şahzadə, indi isə get rəqqasəni göndər bura. Qapıçıya da tapşır ki, heç kəs mənim yanıma buraxmasın. Hərəm başına da desin ki, mən bu gecə istirahət etmək istəyirəm. Məlik Dövlət, bəçeşim, dixub. Yəni, bəçeşim bilirsiniz nə deməkdir? Yəqin ki, gözlərim üstə. Məlik Dövlət çıxır, təxminə Çor kamançı ilə gəlir. Burada uşaqlar təxminə rəqqasə idi. Çor kamançada onun atası idi. Atası kaman çalır, təxminə oynayırdı. Və Çor kamançanın da gözü çıxarılmışdı. Təxminə rəqs edir. Muradalı gizlənib baxın. Muradalı bilirik də kimi idi uşaqlar. Seyid Hüseynin əmisi oğlu, qohumu vardı. Baxın odur Muradalı. Şahzadə şərab içir, birdən qalxıb qızın biləyindən tutub özünə tərəf çəkir. Təxminə Şahzadənin qulağından pıçıldayır. Əlahəzrət, icazə verin atamı aparım, yatsın sonra. Şahzadə deyir ki, tez qayıt, qız tez. Təxminə deyir, gedək, Əlahəzrət istirahət etmək istəyir, atasına deyir. Çor kamançası da deyir ki, Əlahəzrət icazə verin bir qərib ölkədə vəli nemətiniz, vəliyyətin deyir, mən sizin əlinizdən öpmək şərəfinə nail olum. Çor kamançı, yəni kaman çalan onun əlindən öpmək istəyirdi. Təbii ki də onun əlində öpməkdə bir məqsədi var idi. Görək, nədir o məqsəd ki, onun əlindən öpmək istəyir? Şahzadə əlini uzadır, xub, yəni yaxşı. Təxminə Çor kamançanın əlindən tutub Şahzadənin yanına gətirir. Çor kamançası fövqəladə bir cəldliklə Şahzadəni yaxalayıb boğazından yapışır. Çor kamançası, Əlahəzrət, mən Savalan dağlarında gözlərini çıxardırıb, cavan gəlinini əlindən aldığın Eyvazam. Deməli, bu Çor kamançasının adı nə idi? Eyvaz idi. Bunun gözünü məhz bu Şahzadə çıxarıbdı və bunun arvadını da əlindən almışdı. Neçə vaxtdır ki, sənin ardınca diyar bədiyar gəzib intiqamımı öz əllərimlə bax, beləcə almağa fürsət axtarırdım.
Kor geyməsinin altından çıxartdığı balaca bir xəncərlə, bax boğaraq yox da, balaca xəncərlə Şahzadəni vurur. Muradalı da buna baxır. Yəni heç nə eləmir. Səs-səsə çıxır, getmələri üçün işarə eləyir. Yəni burada bir növ Eyvazgilin qaçmasına kömək eləyən obraz Muradalı olur. Təxminən Muradalı gedirlər və bura gəlir Məliküdövlə. Məliküdövlə musiqi birdən-birə susdu. Sarayda ayaq səsləri, hənirti eşidildi. Birdən yerə yıxılmış Şahzadəni görür. Əyilib baxır, nə oldu buna? Dəhşət içində bir neçə saniyə susur. Elə bil qeybdən bir səs mənə deyir, bir ölən sənin son ümidindir. Yəni deyir ki, bu mənim ümidim idi ki, bu şahzadə olacaq, mən də onun vəziri olacağam da. Bu mənim son ümidimdir. Axı deyir, mən satqın obrazam, Azərbaycanı, xalqımı satmışam. Mən indi Azərbaycana da üz tuta bilmərəm. İmanını yandırdın, vətənini satdın. Bax burada deyir, xalqına xəyanət elədin. Hiylələr, fəsadlar qurdun, şahların təhqirinə dözdün. Axırıncı ümidini bu zalım əxlaq düşkünə bağladı. O da belə oldu. Ey böyük yaradan, sən Əl-Rəhman Rəhimsən. Bağışla məni üzü qara bəndənin günahlarını. Baxın burada Məliküdövlənin peşman olduğunu görürük. Harda görürük? Burada bağışla deyir. Yox, hiss edirəm ki, eşitmək istəmir Allah mənim səsimi. Deyir, Allah məni eşitmir. Hara üz çevirəcəksən Məliküdövlə? Kimə iltica edəcəksən? Yoxdur bu dünyada sənə yer. Bütün varın, dövlətin və məlunun uzbatından qaldı İranda. Heç nə götürməyə macal tapmadı. Deyirlər, əqrəb düşdüyü torda öz-özünə sancıb öldürür. Baxın, bu Məliküdövlənin misalı olur. Deyir ki, əqrəb düşdüyü torda da özünü sancıb öldürür. Yəni, burada da özünü əqrəb adlandırır. Özünü öldürmək üçün əlindəki, belindəki balaca xəncəri götürür ki, intihar eləsin, özünü öldürsün. Təbii ki də bunun kimi satqın obraz buna cəsarəti çatarmı? Xeyr, cəsarəti çatmır. Dərin bir ümidsizlik içində gözlərini yumur, səhnə qaranlıqlaşır. Uşaqlar, yəni əsərin 11-ci şəklinin izahı bu qədər. Ümid edirəm ki, bura qədər olan izahı başa düşdünüz. İndi isə keçirik uşaqlar 12-ci şəklin izahına. Qala rəisinin kabinəsi. Qala rəisi kim idi? Artıq qala rəisi burada ölmüşdü axı Şahzadə. Şahzadənin cinayətin kim törətdiyini araşdırmaq istəyir. Qala rəisi burada Zəhir bəy də olur. Zəhir bəy kim idi? Ümumiyyətlə Xurşudbanu Natəvan demişdi, orada şeir gecəsi eləyirdi, orada Mamayın şeiri səslənirdi. Zahir bəy də orada deyir ki, millət İslam. Orada Nəvvab da Zahir bəyə səhv tutur, deyəndə rəncidə olursunuz, amma Zahir bəy İslam millət deyil, İslam dindir. Bax, Zahir bəy həmin Zahir bəydir. Burada Zahir bəy də mənfi surətdə satqın obrazdır. Amma bir növ satqın olsa belə Azərbaycanlı Xurşudbanu Natəvanın evinə girmişdi. Yəni orada satqınlığını göstərirdi də. Daha sonra burada Mixailov obrazı var idi ki, bu müsbət surətdir. Bir də Fərəc bəy obrazı. Bir kənarda oturmuş Mixailov ara-sıra nə isə yazırdı. Yəni qala rəisi deyirdi, Mixailov da yazırdı. Qala rəisi, məsələ aydındır. Bu bizimlə İran şahının arasına vurmaq üçün təşkil edilmiş bir provokasiyadır. Bəli, provokasiya. Fərəc bəy da elədir ki, var. Bəndə həqriniz də o fikirdədir, cənab rəis. Yəni bu yaltağın biri idi. Qala rəisi nə desə, bu da elə həmin şeyi təkrarlayacaqdı. İndi görək nədir söhbət. Beynəlxalq vəziyyətin indiki şəraitində bizi ittiham eləyib özünə borclu çıxarmaq üçün İran şahına bəhanə lazımdır. Cənab Zahir bəy, sizcə kimlər ola bilər bu işin təşkilatçısı? Yəni uşaqlar, İran şahının öldürülməsində qala rəisi soruşur ki, siz də deyin görün. Zahir bəydən birinci soruşur. Ay Zahir bəy, sən mənə de görün, bu işin təşkilatçısı kim ola bilər? Zahir bəy də deyir ki, cənab rəis, sayana çevirsən, bu cinayətin bir ucu gedir çıxır, xan qızı Xurşudbanlının sarayına. Fərəc bəy də elə təsdiqləyir də, elədir ki, var. Qala rəisi deyir ki, nəyə görə siz elə düşünürsünüz ki, bunu Xurşudbanu Natəvanla bağlayırsınız? Mən dəfələrlə qulluq şərəfinizdə ərz edilmişəm ki, Xurşudbanu təşkil etdiyi məclisi üns. Yadınızda o şeir gecəsi onu deyir. Əlhəzrət imperatoruna düşmən kəsilmiş siyasi bir ocağa çevrilmişdi. Onlar məclisi ünsdə şeirdən çox deyir, siyasətdən, azadlıqdan danışırdılar. Bu nə deməkdir? Orada Mamayın şeiri səslənəndə Seyid Hüseyn orada demişdi ki, sizə ağlamaq lazım deyil də, ağlamaq yazmayın şeirdə. İnsana nə lazımdır? Vuruş lazımdır. Azərbaycan xalqını deyir, ayağa qaldırmalısınız. Yoxsa onlar ağlamaqla oturub
bağlamaqla bu ikiyə bölmüş Azərbaycanı necə birləşdirə bilər? Ona görə deyir ki, buradan siyasət iyi gəlir. Qala rəisi deyir, hansı azadlıqdan? Məlumdur hansı azadlıqdan. Yoxsa dekabristlərin cinayətkar xülyaları buralara da gəlib çıxıbdı. Uşaqlar, yəqin ki, çoxları tarix oxuyursa biləcəkdir, dekabrist üsyanı olmuşdu. Yəni, yoxsa Azərbaycan xalqı da dekabristlər üsyanı kimi onların həmin üsyanı bura gəlib çıxıbdı. Yəni, onların elədiklərini davam etdirmək istəyirlər, özlərinə nümunə götürüblər. Yoxsa qorxmurlar onlar imperatorun divanından? Yəni, məndən qorxmurlar. Zahir bəy nə deyir? Vəliəhd öldürülən gecənin səhəri Xurşudbanı baş mehdəri Muradalı yox olmuşdu. Deyir, yəni ki, Şahzadə öləndə Muradalı o gün yox oldu. Muradalı isə Xurşudbanın ərə getdiyi Seyid Hüseynin xalası oğludur. Yəni, bunlar xala oğluydular axı. Seyid Hüseyndən Muradalı da qohumuydular. Fərəc bəy də deyir ki, da elədir ki, var. Şahzadə öldürülən gecə həmin Muradalı onun sarayının yanında görüblər. Belə düşünmək olar ki, Seyid Hüseyn Təbrizin keçmiş hakimi Şahzadəni öldürmək üçün Cənubi Azərbaycanlılar tərəfindən göndərilmiş bir terrorçudur. Deməli, baxın uşaqlar, Seyid Hüseyn Şahzadəni öldürmək üçün Cənubi Azərbaycanlılar tərəfindən göndərilmiş terrorçu adlandırır. Fərəc bəy yenə təsdiqləyir. Fərəc bəy imkan verir, Mixailov deyir, artıq əsəbləşirdi də, bilib-bilmədən danışmağa. Qala razı sakit. Digər tərəfdən cənab rəis İbrahim xanın nəvəsi Mehdiqulu xanın qızı Xurşudbanı lüt bir Cənubi Azərbaycanlı gədəsinə ərə getməsi üçün də çox qəribə deyilmi? Bu əcaib əhvalat bütün zadəganları qəzəbləndirib. Yəni, bütün varlı təbəqələri qəzəbləndirib ki, bəs Xurşudbanı niyə bir gədəyə ərə gedibdə? Həmin Seyid Hüseyn də taxt-tac əleyhinə necə qəzəbli nitqlər etdiyini sizə demişəm. Mən öz millətimin halına yanıram, belə deyir. Cənab rəis, onlar bizi Ələhəzrət imperatorunun nəzərindən sala bilərlər. Da, elədir ki, var. Yaxşı, cənab Zahir bəy, biz Şahzadənin öldürülməsi ilə əlaqədar qalaya gələn Canişin həzrətlərini qarşılamağa getməliyik. Və Ələhəzrət hökuməti sizin xidmətinizə yenə də əvəzsiz qoymaz. Və burada əvəzsiz qoymaz deyirsə, deməli burada biz deyə bilərik ki, Canişin həzrətləri Zahir bəyi dəfələrlə qiymətləndiribdi əməllərinə görə. Mən Ələhəzrət imperatorunun sadiq quluyam. Rica edirəm bir qapıdan çıxasınız, başa düşürəm. Bu qrammofon şairin söylədiklərini yazdınmı, Seryoja? Yəni, qala rəisi deyir ki, bu Zahir bəy şairi idi axı, deyir, yəni bu səsini yazdı, yəni onun dediklərinin hamısını qeyd elədi. Mixail da deyir, yazdım. Ancaq bu hərif qrafoman olmaqdan savayı həm də satqın biridir. Bax, deməli, ilk dəfə Zahir bəyin satqın olduğunu kim bizə dedi? Mixailov obrazının dilindən eşidirik. Qala rəisi, bizə nə dəxli var? Zahir bəy istedadsız şairdir. Bax, qala rəisin özü də bilir ki, onun heç bir istedadı yoxdur. Əclafdır, adi şairdir, qurtardı. Elə deyilmi, cənab Fərəz bəy? O da deyir, elədir. İvan Petroviç, mən Zahir bəy kimi şərəfsiz bir vəzifəbazın məclis üns haqqında, Xurşudbanı və onun əri Seyid Hüseyn haqqında dediklərinə inanmıram. Bunu deyən obraz Mixailov idi. Qala rəis deyir, inanmaq lazımdır. Yoxsa Azərbaycanlılar sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsan. Kim səni vəkil eləyib ki, bu qaçaq quldur tüzemləri müdafiə eləyəsən? Bax, uşaqlar, burada qala rəisi tüzem adlandırırdı. Kimi? Tüzem adlandırırdı. Bu qaçaq quldur deyəndə Seyid Hüseyn kimi də qaçaq quldur düşən Muradalı, Seyid Hüseynləri nə adlandırırdı? Tüzem. Bunu yadda saxlamaq lazımdır. Bunu yadda saxlamalıyıq ki, tüzem adlandırırdı. Tüzem səhv eləmirəmsə, bir adam bir yerdə məskunlaşırsa qədimdən bəri, o adamlara deyilir də tüzem. Sonradan da qaçaq quldura məşğul olurlar. Mixailov deyir ki, onları tüzem deyil, İvan Petroviç. Bura bax, Seryoja, sən mənim arvadımın yaxın qohumu da olsan, unutma ki, dayım bir dekabrist kimi tutulub sürgün edilmişdi. Uşaqlar, baxın, deməli, qara rəisi Mixailovu niyə gətirmişdi hakimiyyətə? Çünki bunun arvadının yaxın qohumuydu Mixailov. Amma Mixailovun dayısı da nə olmuşdu? Dekabrist kimi tutulub sürgün olunmuşdu. Sən Ələhəzrət imperatorunun hökmündən zabitisən. Mixailov da deyir, bu demək deyil ki, mənim gözlərimi yumub hər şeyi kök-korayla qəbul edəm. Ədalət lazımdır. Qala rəisi, bizim üçün ən böyük ədalət Ələhəzrət imperatorun şərəfini qorumaq aydındırmı? Aydındır, Mixailov deyir və beləliklə 13-cü şəkil başlayır. Xurşudbanın malikanəsində Mirzə Ruhullah Seyid Hüseyn. Seyid Hüseyn deyir ki, Banu bəyim, əgər Muradalını elə bir
qəsdi olsaydı mən bilərdim. Yəni Seyid Hüseyn artıq bunlarda da o necə deyərlər, cinayət haqqında danışırlar. Seyid Hüseyn deyim Muradalı eləməz də yəqin ki. Doğrudan da burada Seyid Hüseyn bilmirdi ki, onun xalası oğlu onu öldürübdü. Təəccüblüdür. Bəs necə olub ki, Muradalı hara getdiyini bizə demək? Bu mənim üçün bir müəmmadır Banu bəyim. Nəvab cahil olur. Banu bəyim, başa düşə bilmirik bu necə məsələdir. Şahzadənin əhvalatından sonra qala rəisinin müavini Fərəc bəy məclis üzvlərini bir-bir çağırıb sorğu-suala tutur ki, ağla gəlməz qəribə şeylər soruşur, hətta qorxudur da. Deyir yəni ki, Fərəc bəy başlayır məclis şeir deyənlərin hamısını da orada Nəvvab idi, Mama idi, Tervahan idi. Yəni hamısını bircə-bircə çağırıb sual-cavab eləyir ki, məclis üstə hansı şeirlər yazılır, kim nə deyir. Mamay tələsik gəlir. Birinci kim gəlir deyir, Nəvvab gəlir deyir. Sonra Mamayı gəlir. Mamayı deyir ki, Banu bəyim, bu işlərdən sizin xəbəriniz var. Xuşban deyir, nə olub? Rəisin müavini Fərəc bəy çağırıb məni sıxma boğmaya salıb ki, sən Əlahəzrət imperatorunun əleyhinəsən. Yazmısan ki, vətənimdə vətənim yox. Yadınızda birinci məclis olanda vətənimdə vətənim yox deyə yazmışdı. Seyid Hüseyn də ona demişdi ki, sən vətəndə vətənsiz olduğumu yazmısan. Burada xalqa ağlamaq, inilti yox, xalqa müharibə lazımdır. Deyirəm, mən zülm içində olan Cənubi Azərbaycanlıları nəzərdə tutmuşam. Deyir, xeyr, Əlahəzrət imperatoruna sataşmısan. Mirzə Ruhullah deyir ki, dad yarımçıq əlindən. Daşdəmir tələsi daxil olur. Daşdəmir, Xuşban, Fərəc bəy 2 nəfər polislə gəlibdi. Polis gətiribdi Fərəc bəy. Sizi görmək istəyir. Xuşban, necə mənim sarayıma polislə gəlmək? Denən bu saat rədd olub getsin. Nə üçün durmusan? Yox, Banu bəyim, madam ki, polislə gəlib, Daşdəmirin sözü ilə geri qayıtmaz. Qoy gəlsin. Daşdəmir Fərəc bəy tək daxil olub Xurşudbaniyə tənzim edir. Fərəc bəy, xan qızı Xurşudbaniyə hörmət və ehtiramla. Nə ixtiyarla mənim sarayıma polislə gəlmisən? Banu bəyim, əgər vəziyyət məcbur etməsəydi, əlbət ki, gəlməzdi. Ancaq yenə də məhz bizə dərin hörmətimizə binaən mən kiçik rütbəli çinovnik göndərməyib, şəxsən özüm gəldim. Yəni mən polisi çinovniklə göndərmədim ki, özüm gəldim ki, mən sizə hörmətimi görəsiniz. O, nə böyük nəzakət. Niyə gəlmisiniz? Burada kinayə ilə deyirdi uşaqlar bunu. Əlahəzrət İmperatoru hökuməti adından mən cənab Seyid Hüseyni həbs etməliyəm. Nə üçün? Üzr istəyirəm, mən bunu indi söyləyə bilməyəcəyəm. Ancaq Seyid Hüseyn bizimlə getməlidir. Və deyir, mən onu həbs edəcəm, amma deyə bilmərəm nə üçün. Seyid Hüseynin heç bir günah sahibi olmadığı üçün heç yerə getməyəcək. Ərz elədim ki, mən Əlahəzrət İmperatorun hökuməti adından gəlmişəm. Mən xan qızıyam, Seyid Hüseyn də mənim ərimdir. Onu həbs etməyə sizin ixtiyarınız yoxdur. Seyid Hüseyn həbsə alınması barədə prokurorun sərəncamı var. Yəni öz başıma eləmirəm də, prokurordan sərəncam var. Dedim ki, o seyrə getməyəcək. Banu bəyim, sən dayan, bura Mehdiqulu xanın sarayıdır. Bağışlayın bunu, Banu bəyim, eləməyin ki, mən polis nəfərlərini içəri çağırmalı olum. Xurşbanı, necə? Rədd ol bu saat, bu dəqiqə. Təəccüblə hələ də özünə gələ bilməyin. Siz dəli olmusunuz, nədir? Xurşbanı deyir ki, çıx dedim. Dalbadal 2 sillə vurur. Fərəz bəy qəribə çeyriklə dönüb tələsik çıxır, alçaqlar. Nəvvab, afərin Banu bəyim, qoy tarix görsün ki, şairə satqınlar təhqirlərinizə cavabsız qoymadı. Dervan şairəni təhqir etmək, şeir sənəti təhqir etmək deməkdir. Yəni deyir ki, şairəni təhqir etmək elə şeiri sənəti də təhqir etməkdir. Mirzə Ruhullah şairəni təhqir etmək bütün xalqı təhqir etməkdir. Bax, burada nə nəticə çıxarırıq? Tervan deyir ki, şairi təhqir etmək, şeir sənəti təhqir etməkdir. Mirzə Ruhullah da deyir ki, xalqı təhqir etməkdir. Seyid Hüseyn, Banu bəyim, onlar məndən əl çəkməyəcəklər. Ona görə də özüm gedirəm. Görək mənim günahım nədir ibarət? Əgər gəlməsəm darıxma, hələlik ağalar. Deyir ki, mən özüm gedirəm. Sürətlə çıxır ağır paza. Birdən Xuşbanı zəngini səsləndirir. Daşdəmir gəlir. Denən tez karetanı qoşsunlar. Ağalar, mən bu saat getməliyəm Canişinin yanına. Deyir, Canişinin yanına gedir. Pərdə 14-cü şəkil. Qala rəisinin otağı Tiflisə gəlmiş Canişin və Xurşudbanu. Qala rəisinin otağı Tiflisdən gəlmiş Canişin və Xurşudbanu. Demək, artıq bura Canişin də Xurşudbanu da gəlmişdi. Canişin, əlbəttə Fərəc bəy sizin sarayınıza gəlməkdə qəbayət iş tutmuşdur. Siz də onu pis cəzalandırmamışsınız. Lakin Banu bəyim, bəla orasındadır ki, həmin həbs olunan adamlar haqqında bütün məlumatı sizin öz millətinizdən, hətta Zəydəcan sinifinizdən olan adamlar vermişdi.
Yəni burada Zahir bəy nəzərdə tuturdu. Xurşudbanu, Ağ knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu dərəcədə alçaqlıq eləməz. Mən sizə inanmaya bilmərəm. Lakin o məlumatların yalan olduğunu Əlahəzrət imperatorunu inandırmaq çətindir. Axı bizdə məxfi şöbədə var. Vəliəhtin öldürülməsinin siyasi nəticəsi biz gözləyən kimi də oldu. İran şahı bizi ittiham edir. Xurşudbanu, Əlahəzrət hökumətinin bu işdə əli olmadığını sübutu üçün günahsız adamları vəd-i fədaya vermək olarmı knyaz? Günahsız adam dedikdə burada Seyid Hüseyn nəzərdə tuturdu. Hər şey diqqətlə öyrəniləcəkdir. Həbs edilən şəxslər, hətta siz özünüz də Əlahəzrət hökmünə qarşı düşmənçilikdən təqsirləndirilirsiniz. Yəni sizi də təqsirkar bilirlər. Vətəni millət xainləri sizə dürüst məlumat verməyiblər knyaz. Bəs dürüst nədən ibarətdir Banu bəyim? Biz istəyirik Cənubi Azərbaycanlılar qəddar İran şahlarının zülmündən azad olsun. Biz öz qan qardaşlarımızla birləşmək istəyirik. Biz ola bilər ki, tək canlıları qətlə yetirməklə bu böyük amala yetə bilmərik. Böyük döyüş üçün gücümüz çatmır. Bizə kömək eləyən yoxdur. Mən sizi başa düşürəm Banu bəyim. Çox təəssüf ki, beynəlxalq vəziyyətin indiki halına imperator həzrətləri sizə heç bir kömək eləyə bilməz. Arzular müxtəlif olduğu qədər də ziddiyyətlidir. Deyirlər siz, yazıçılar, ziyalılar hər cürə mütləqiyyət əleyhindəndir. Axı cümhuriyyət məsələn qədim Romaya hansı xoşbəxtliyi bəxş etdi? Dostlar Sezarı öldürdülər ki, özlərini imperator elan etmək istərdilər. Amma Sezardan sonra bir-birlərinə tutuşaraq xalqı qırğına verdilər. Yəni dostlar birləşir ki, gəlin Sezarı öldürək, biz hakimiyyətə çıxaq. Sonradan özləri deyir öz içində özlərini yerdilər. Fransızlar 16-cı Ludovikin başını Gilyattanaya qoydular ki, respublika istəyirik. Amma həmin respublikaçılar özləri xalqa divan tutdular. Yəni deyir ki, bir növ müstəqillik istəmək, birləşdirmək istəyən elə özü deyir, mən belə xalq yaradacağam. Bir növ burada kinayə var da Xurşudbanuya. Deyir, onların elə özü xalqın başına oynatır. Şəxsiyyət, vicdan azadlığı olmayan yerdə hansı həyatdan danışmaq olar? Əgər xalq öz müqtədarının sahibi deyilsə, onun duhası, cəsurluğu neyləyə bilər? Siz zərif bir şairəsiniz Banu bəyim, həyatın sərt üzünü görməmisiniz. Xalq sizi əlvan buludlar üzərində uçuşan mələklər kimi görür. Knyaz, mən xan qızı əminəm ki, əgər şeytanlar mənsəb düşkünləri olmasaydı, zəhmətkeş xalqın doğrudan da mələk olduğuna siz inanardınız. Satqınların, rəzil ikiyüzlülərin, qurduların, hiylə fəsadlarının, istedadlı, namuslu, mərd insanlara güc gəlməsi məni yandırır knyaz. Etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət var, lakin insanlar bu həqiqətdən tənəsindən nə vaxt görəcək? Bu barədə söz deməkdə acizəm. Mən çalışaram, heç olmasa sizin rəfiqiniz Seyid Hüseyni azad etdirim. İmperator sizin xətrinizi istəyir. Knyaz, mən yalnız ərimin təvəqqəsi üçün gəlməmişəm deyir bura. Mən istəyirəm ki, şahzadənin öldürülməsi Azərbaycanın üzərində qara kölgə kimi salınması. Yəni deməsinlər Azərbaycanlı öldürüm. Mən hər şeyi ədalətlə həll olmasına çalışacağam. Əmin ola bilərsiniz Banu bəyim. Xurşudbanu xəfif tənzimlə çıxır. Xəfif yəni bir incə tənzim eləyir və çıxır. Artıq uşaqlar az qaldı. İndi isə keçirik 15-ci şəkilə. Baxın, yəni az qaldı. Biraz da dözün. 15-ci şəkil. Xurşudbanu malikanəsi işıq yananda Xurşudbanu, Mirzə Ruhullah, Nəvvab, Tervahan yan qapıdan çıxaraq həyəcanlı halda Zahir bəy ilə qarşılaşırlar. Zahir bəy dediyi satqındır. Qala rəisinə boş-boş məlumat vermişdi. Gözü ilə görməsə belə şübhələndiyi adamlar demişdi. Zahir bəy, salam ağalar, Gəncəyə getmişdim. Bu saat gəlib faytondan düşürəm. Deyir, bizim adamların neçəsini hətta Seyid Hüseyni də həbs eləyiblər. Bu nə işdir canım? Axı o yazıqların nə günahı var? Seyid Hüseyni məhz satan bu deyildimi? Buydu da. Deyir, Gəncəyə getmişdim, bu saat gəlmişəm, eşitmişəm ki, Seyid Hüseyni tutublar. Yazıq Seyid Hüseyn. Xurşudbanu, yazıq deməyin, yazıq deyə bu milləti aciz qələmə deyir verirsiniz. Yazıq onları satan namussuz həmvətənləridir. Burada kimi deyirdi? Zahir bəy, amma bilmirdi elə Zahir bəy satqındır. Möhnətlə Şahmar Başılovlu gəlirlər ki, Hidayət xan başımıza oyun açdı Banu bəyim. Nə olubdu? Deyir, xanın darğası neçə atlı ilə gəlib mil düzünə deyir, çəkdirdiyiniz arxın dəhnəsini dağıtdırdı. Fəhlələr də döyə-döyə qovdular. O cavan inijarını da az qalmışdı öldürələr. Bir tər cəmaət əllərindən aldı. Sənin əmizadən olduğu üçün əl qolumuz deyə bağlandı və onu heç nə eləmədik Banu bəyim. Yenə tüfəngi götürüb qalxardım at belinə. Yoxdur mənim əmizadəm deyir, yəni mənim elə əmim oğlum yoxdur. Hidayət xan mənə də üstündə durduğumuz bu torpağa da yaddır. Düşməndir. Mən xan qızı Xurşudbanu inanmıram. Öz sinifimin vətən namusu eşidirsinizmi? İnanmıram. Bu dəqiqədən etibarən mən onlara da yadam. Mixailov gəlir. Mixailov artıq burada bütün açacaq sandığı, tökəcək pambığı. Kimi sizcə satacaqdı burada? Zahir bəyin satqın olduğunu Xurşudbanın atavana deyəcəkdi. Mixailov, üzr istəyirəm Banu bəyim, mən öz vətənimdən istefa verib bu saatdan sonra yola düşürəm. Ancaq mən burada yaşadığım müddətdə sizin xalqınızdan elə səmimi hörmət, məhəbbət gördüm ki, içinizdəki bir xaini sizə tanıtmaq istəyirəm. Yəni sizin içinizdə xain var, siz onu bilin ki, xain kimdir. Yəni
hər zaman sizi çatır və burada deyir ki, mən işimdən də istefa vermişəm, çıxmışam. 1 saatdan sonra yoluma düşəcəm. Vicdanım yol vermədi ki, mən o xaini sizə demədən gedə bilməzdim. Kimdir o xain? O xain budur. Qarşınızda dayanmışdır. Zahir bəy göstərir. Cənab zabit, buyur cənab, əgər məni duelə çağırmaq istəyirsinizsə, səfərimi bir gün təxirə də sala bilərəm. Deyir, istəyirsiniz duelə də qalım da təkbətək döyüşək. Cənab zabit, o sizi duelə çağıra bilməz. Əgər onda kişilik olsaydı, vətəndaşlarına o cür alçaq böhtanlar yapışdırmazdı. Nəvvab ona deyir ki, yəni o kişi deyil. Mirzə Ruhullah, mən bu şair bəyin satqın olduğunu çoxdan duymuşdum. Yəni Mirzə Ruhullah da təsdiqləyir, deyir, eşitmişdim, amma əmin deyildim də. Şahma, bəsdir, siz bəylərin əlindən çəkdiklərimiz, Şahmar da onu bir növ günahlandırır. Şahmar xəncərini sivrirərək Zahir bəyi vurmaq istəyir. Yadımızda qalsın, kim Zahir bəyi vurmaq istəyir xəncərlə? Kim idi? Bəli, Şahmar idi. Zahir bəy adamların arxasına gizləyin, Xuşbanı qoymayın oğlanı. Möhnət Şahmarı tutub saxlayıb, bir qeyrət, möhnət qoy, o köpək oğlunu isti-isti öldürüm. Onu öldürəcəksən, başqa Zahir bəy peyda olacaq deyə, yəni belə satqınlar yox olmur ki, siz millət-i İslamı badi fənaya verirsiniz. Yenə İslama nə deyir bu? Millət-i İslam. Eşidirsiniz, badi fənaya verirsiniz. Xuşban, bu satqın ağalar hələ milləti, dini bir-birindən ayıra bilmirlər. Bax, Xuşban da əvvəl birinci, o biri hissədə kim bunu demişdi? Nəvvab demişdi. Demişdi ki, bu millətlə İslamın nə olduğunu bilmir. İndi də Xuşbanı o sözü deyir. Hidayət xan daxil olur və onu görən kimi Xuşbanı başqa hamı səhnədə çıxır. Hidayət, salam Əmzadə, dinmirsən, amma mənim ürəyim dözmədi, yenə gəldim. Nə olub, yoxsa mənim çəkdiyim arxa uçurub dağıtdığına görə ürəyin nazilibdir? Yox, əmi qızı, ürəyim kövrəldən sənin taleyindir. O, doğrudanmı? İstehza lazım deyil Banu bəyim. Onsuz da çərxi dövran bizim əleyhimizə işləyir. Xanlıq getdi, mülklərinin çoxu əlimizdən çıxdı. İgid Pənah xanın yurdunda biz 2 nəfər qalmışıq. Sən də ki, belə eləyirsən. Deyirlər, indi bütün ata mülkün kəndlərdən əl çəkirsən, deyir, ata mülkün kəndindən. Nə üçün belə eləyirsən, Banıbəyim? Çarın özü bizi tanıyır. Nə üçün bizi onun gözündən salırsan? Nə üçün xan babalarımızın şərəfini gədə-güdənin ayaqları altına atırsan, Banıbəyim? Əmi qızı, indiyə qədər nə olubdu, olubdu. Daha bəsir boş xəyallar uyub, özünü də bizi də cümlə əyan içində bədnam elədi. Axı, nə işin var sənin siyasətlə? Niyə xalq deyib var yoxdan çıxırsan ki? Xurşbanım, mən öz elədiklərimdən peşman deyiləm. Əgər mən dünyaya ikinci dəfə yenə gəlsəydim, yenə də deyək xalqım üçün yaşayırdı. Bir növ biz bunu Orxan neydi? Oqtay Eloğlu da Oqtaya bənzədirik də. Hidayət, bu sənin qəti sözündür. Qəti, qoy bir olan Allah bilsin ki, mən səni düşdüyüm burulğandan çəkib çıxarmaq istəyirdim, amma buna razı olmadı. Əgər sən insanları burulğanlardan çıxarmaq haqqında düşünsəydin, deyir mən ora Arazın otayında boğulan Azərbaycanın bir dəfə də olsa yadına düşərdi. Yəni deyir Cənub Azərbaycanlılar yadıma düşərdi. Daşdəmir gəlir. Sizə məktub var Banu bəyim. Hidayət xan heyf səndən Banu bəyim. Əlvida gedir. Xuşbanı məktubu həyəcanla açıb baxır. Mavi projektorun işığı onun baxdığı səmtə nə isə yazan Knyaz Xasayın üzərinə düşür və o yazdıqca səsi eşidir. Baxın uşaqlar, sanki səhnə əsərdir axı bu. Knyaz Xasay elə bir sanki orada canlanır. Knyaz Xasayın məktubu yazdığı an görünür də. Beləliklə hər şey məhv olub getdi. Bax məktubda yazıb görürsüz bu dırnağı. Beləliklə hər şey məhv olub getdi Banu bəyim. İndi mən bu uzaq yerə sürgün eləyiblər. Deməli, baxın, knyazı sürgün eləyiblər. Bu tilsimin sonu görünmür. Mən daha sürünmək istəmirəm Banu bəyim. Zənn edirəm ki, sən də razı olmazdın. Əlvida bənim. Heç olmasa sən möhkəm dayan Banu bəyim. Məktubu zərfə qoyur, qalxıb tapançanı götürür. Knyaz. Əslində knyaz orada yoxdur. Sadəcə yenə deyirəm, səhnə əsərdir. Necə kinolara baxmısınız? Orada bir növ onun elədiyi məktubda sözlər gedə-gedə onun hərəkətləri də canlanır. Bax, burada da sonra knyaz tapançanı götürür, ürəyinə dirəyir, atəş atır, knyazın üzərinə düşən işıq sönür. Xuşbanı dəhşətlə qışqırır. Bax, burada artıq knyazın özünü öldürməsi məktubda görünür. Knyaz burada özü canlı iştirak eləmir. Xuşbanı deyir, knyaz, Mirzə Ruhlu həyəcanla daxil olur. Knyaz burada yoxdur Banu bəyim. Xuşbanı öz-özünə gəlir. O nə güllə idi bəs Mirzə? Mirzə Ruhullah deyir ki, Hidayət xan tapança ilə sağsağına güllatdı. Yəni o sağsağına güllatdı. Burada Xuşbanın xəyalında, yəni knyazı görür də özünü öldürməsi. Vurdu. Deyir ki, vurdu. Niyə vurdurdu? Axı deyirlər o xeyir xəbər gətirən quşdur. Mirzə Ruh, onlar bu dünyada xeyir xəbərləri vurmaq üçün gəliblər Banu bəy. Mirzə, zəhmət olmasa Daşdəmirlə bəyimi buraya göndər. Mirzə Ruhullah çıxır, çox dərdli pauza. Daşdəmirlə bəyim də uşaqla bir-birini sevən iki obrazı idi. Xuşbanı deyir ki, 3 ildən artıqdır ki, siz mənim sarayımda xidmət edirsiniz. O da mənə məlumdur ki, bir-birinizi deyir, bilirəm, istəyirsiniz. İndi daha vaxtdır ki, özünüzdə ailə qurasınız. Mən bu gündən sizi azad edirəm.
Oy Banu bəyim, mən ölənəcən sizə xidmət eləmək istəyirəm. Xurşudbanu deyir ki, daha mənə xidmətçi lazım deyil bəyim. Gedin, ləyaqətlə yaşayın, evlənin. Gedin kəndlərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşudbanının kəndi, torpağı yoxdur. Deyin ki, Xurşudbanın atavan bu əzablı yollarda onlarla birlikdə gedəcəm. Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizə öz milli birliyin, azadlığını tapmış azad Azərbaycan gözləyir. Ümumiyyətlə uşaqlar, əsərin izahı haqqında bu qədər. Sağ olun, salamat qalın.